Salam, hər vaxtınız xeyir olsun. Mən Gülşən Əşmova. Bugün sizlərə müsahibədə rastlaşa biləcəyiniz suallardan danışacağam. Gəlin çox vaxt itirməyək. Əgər müsahibəyə hazırlaşırsınızsa, məsələ bu video sizin üçündür. Birinci sualımızdan başlayaq. Birinci sualımız lider müəllim kimdir? Lider müəllim deyəndə gözümüzün önünə sinifi idarə edən şəxs kimi gəlirsə yanılırıq. Niyə? Çünki lider müəllim davranışı, peşəkarlığı ilə xüsusiyyətləri ilə nümunə olan bir müəllimdir. Burada təkcə şagirdlərə yox, həm də həmkarlarına müsbət təsir göstərən bir müəllimdir. Deməli, lider müəllim kim imiş? Davranışı ilə, peşəkarlığı ilə həm şagirdlərə, həm də həmkarlarına müsbət təsir göstərən müəllimdir lider müəllim. Bu rahat sual idi. Ümid edirəm ki, siz də buna belə bir cavab fikirləşmisiniz. Sonra keçək növbəti suala. Şagird sizə niyə oxumalıyam desə, necə cavab verərsiniz? Təbii ki, biz birinci uşağa başa salmalıyıq ki, qiymət almaq oxumaq demək deyil. Yəni yalnız qiymət almaq üçün biz oxumalı deyilik. Həyatda düzgün qərar verməyə, inkişaf eləməyə, arzularımıza çatmaq üçün biz oxumalıyıq. Yəni sadəcə qiymət xatirinə bu gün dərsdən 5 aldım, sabah 3 alacağam, qoy oxuyum 5 alım. Bu düşüncə ilə uşaqları yetişdirməməliyik. Yəni oxumaq yalnız qiymət almaq üçün deyil, həyatda düzgün qərar vermək, inkişaf etmək, arzularımıza çatmaq üçündür. Sonra keçək digər suala. Bu da maraqlı bir sualdır. Aktual günün sualı: süni intellekt müəllimi əvəz edə bilərmi? Yəni bu canlı sual nümunəsi ilə imtahanda rastlaşa bilərsiniz. Çünki süni intellekt bu dəqiqə bizim həyatımızın ayrılmaz parçası olub və süni intellekt müəllimi əvəz edə bilərmi? Xeyr, xeyr, xeyr. Yəni süni intellekt məlumat verə bilər, amma müəllimin empatiyasını, motivasiyasını, fərdi yanaşmasını əvəz edə bilməz. Deməli bu suala necə cavab verməliyəm? Süni intellekt müəllimi əvəz edə bilməz. Sadəcə məlumat verə bilər, müəllimin empatiyasını, motivasiyasını, fərdi yanaşmasını əvəz edə bilməz. Bu sualın da cavabı belədir. Sonra keçək digər suala. Sizcə Azərbaycanı dünyada tanıdan ən böyük dəyər nədir? Bu da maraqlı bir sualdır. Kiçik dünya görüşü özündə əks elətdirir. İndi fikirləşin, görün, bu suala siz olsaydınız, hazırlaşmadan necə cavab verərdiniz? Bir çox yanaşmadan bir növ belə deyək, cavablar vermək olar. Belə bir cavab vermək olar ki, zəngin mədəniyyətimiz, multikulturalizm dəyərlərimiz, vətənpərvərliyimiz, Qarabağ zəfəri, Azərbaycanın dünyada tanınmasında böyük töhfə var Qarabağ zəfərinin. Elə birinci Qarabağ zəfərindən başlayıb, sonra zəngin mədəniyyət, multikulturalizmimiz və vətənpərvərliyimizi göz önünə gətirə bilərik. Bir də bir məsələni nəzərinizə çatdırım. Mənim kanalımda ödənişsiz formada izahlar paylaşılır. Aşağı hissədə abunə ol işarəsi var. Həmin işarəyə toxunun, kanala abunə olun ki, izahlar yerləşdirilən zaman bildiriş halında sizə gəlsin və daxil olub izləyə biləsiniz. Keçək digər suala. Bu da maraqlı bir sualdır. Deyir, bir əcnəbi sizdən Azərbaycanı niyə ziyarət etməliyəm deyə soruşsa nə deyərsiniz? Təsəvvür edin ki, hansısa bir iclasda, hansısa bir məclisdəsiz, hansısa bir tədbirdəsiz bir əcnəbi sizə yaxınlaşır və öz dilində Azərbaycanda yox, hansısa bir xarici ölkədəsiz. Azərbaycanı niyə ziyarət etməliyəm deyə sual verir. Nə cavab verərsiniz? Mən belə deyərdim ki, çünki Azərbaycanda qədim tarix, müasir şəhərlər, gözəl təbiət, zəngin mətbəx, qonaqpərvər insanlar sizi həmin zaman qarşılayacaq. Yəni bu tip cavab versək, qarşımızdakı şəxs həm motivasiya olacaq ki, məni gözləyənlər var, həm də müsbət çalarları saydığımız üçün cəlb eləyəcək onu. Sonra keçək digər suala. Azərbaycanın UNESCO siyahısına daxil olan hansı mədəni irsin nümunələrini göstərək. Ümumiyyətlə UNESCO-ya daxil olan mədəni irsimizi özündə göstərən nümunələrə mən göstərərdim muğamımızı, aşıq sənətimizi, xalçaçılığımızı, kəlağay sənətimizi, Novruz bayramımızı, tar ifaçılığını, dolma hazırlama ənənəsini. Bu siyahıya, UNESCO-nun bu siyahısına daxil edilmiş nümunələrdir. Bax, bu saydıqlarım. Deyə bilərsiniz ki, müəllim, rəsmi bir şeydə həqiqətən bunlar qeyd edilib? Bəli. Yəni qeyd edilib və imtahanda da, müsahibədə də təbii ki, sizdən soruşula bilər. Diqqətli olun. Keçək sonra digər suala. Sizcə hər bir Azərbaycanlının mütləq bilməli olduğu tarixi hadisə hansıdır? Bu da maraqlı bir sualdır. Bunun çoxu yanlış aspektdən yanaşır. Yaxın zamanı bir növ belə deyək,
cavab kimi səsləndirir? Xeyr, bu bizim ta keçmiş 1918-28 maydır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıdır. Çünki bu tarix müstəqil dövlətçilik tariximizin mühüm mərhələsi idi. Bax görürsüz, müsahibə sualıdır. Siz müsahibəyə hazırlaşmırsınızsa, bu sualı necə cavablayarsınız? Təbii ki, cevablaya bilməzsiniz. Bəzən düşünürük, gedəcəm, suallara cavab verəcəm, danışacağam. Bəyəm hər danışan düzmü danışır? Özünüz götürün. Yəni qarşınızdakı şəxslər sizi dinləyəcək. Bəzən müsahibəyə gedirlər, sizlərdən uzaq aşağı nəticə göstərirlər. Deyirlər ki, müəllim, mən axı yaxşı çıxdım oradan. Yaxşı ab-hava ilə çıxdım. Mənim nəticəm niyə zəif gəldi? Qarşınızdakı şəxslər sizi müsbət ab-hava ilə qarşılamalıdır. Səhvinizlə, düzünüzlə heç kim orada sizə mənəvi psixoloji təzyiq eləməməlidir. Onsuz da belə olmalıdır proses. Yəni düzgün cavab vermək başqadır, cavab vermək başqadır. Yəni bu sualın konkret cavabı var. Yəni buna mən başqa hazırlaşmasaydım, cavab verə bilməzdim. Bu aspektdən yanaşmalısınız. Yəni konkret cavab tələb edən bir sualdır. 1918-28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıdır bu tarix. Sonra keçək digər suala. Qarabağın Azərbaycana qaytarılması gələcək nəsillərə necə izah edilməlidir? Bu da maraqlı bir sualdır. Niyə? Bunu bir çox tarixi aspektdən yanaşmaq olar. Qarabağın qaytarılması ilə bağlı məsələlər. Məsələn, mən belə bir cavab verərdim ki, tarixi faktlara əsaslanaraq torpağımızın beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olduğu və Vətən müharibəsində göstərilən birlik və qəhrəmanlığımızın nəticəsi kimi izah edilməlidir. Yəni ən bariz nümunə budur. Yəni lakonik, düzgün cavab istəyirsinizsə, düzgün cavabınız budur. Sonra keçək digər sualımıza. Bu multikulturalizmlə bağlıdır. Dilimdə dolaşdı. Bu nədir? Azərbaycan multikultural ölkə adlandırılır. Bu nə deməkdir? Bax, bu soruşulmuş bir sualdır. Bunun mənası nədir? Bunun mənası bu deməkdir ki, geniş aspektdən danışsaq, indi mən qısa deyəcəm. Yəni Azərbaycanın müxtəlif millətlərin, dinlərin, nümayəndələrinin qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşamasıdır bu. Yəni hörmət, tolerantlıq şəraitində yaşayış. Yəni Azərbaycanda söhbət gedir. Sonra deməli ümumilikdə müsahibə ilə bağlı bir çox situasiyada toxunmaq olar. Bu gün çalışdım bəzi müsahibə suallarını və cavablarını sizlərin nəzərinizə çatdırım. Əgər müsahibəyə gedirsinizsə, çalışın, həyəcanlanmayın, motivasiyanızı yüksək saxlayın. Necə ki test mərhələsini uğurla vermisinizsə, müsahibəni də uğurla başa vuracağınıza adaptasiya olun. Yaxşı düşünək, yaxşı olsun. Təbii ki, mən düşünüm, ancaq heç nə eləməyim. Bu da reallıq deyil. Vaxt da az qalır. Mütləq şəkildə hazırlaşın. Əgər bizim də dərslərimizə qoşulmaq istəyirsinizsə 055 280 59 24. Aşağıda nömrə yazılıb. Bu nömrəyə yazaraqdan dərslərimiz barədə məlumat əldə edə bilərsiniz. Siz də bizimlə müsahibəyə hazırlaşaraqdan tam rahat formada artıq materialı öyrənmədən, əgər MİQIN müsahibəsizsə MİQIN proqramını öyrənirsiniz, sertifikasiyansızsa sertifikasiyanı. Yəni bütün proqram qatıb qarışdırılaraqdan sizə təqdim edilmir. Müsahibədə rastlaşa biləcəyiniz situasiyalara toxunur. Sağ olun, kanala abunə olun, izahı bəyənin, ətrafınızla paylaşmağı unutmayın ki, izahların ardı gəlsin.